Başlayırıq, görək. Obyekt nədir, nə işə yarayır, nə edə bilərik obyekt ilə. Buna da. Başqa səliqəli bir şey. Başqa təklif olan var. Arxamda sən heç güvən vermirsən, yerəcək görüm. Necə mənim? Davam edirik. Script.js-i qoşuram. Gedək görək uşaqlar, obyekt necə yazılır? Obyektlər arraylər kimi reference type-dir. Arxa sağ, orta sağ. Const obj deyirəm, yəni obyekt. Və bu bəzəkli mötərizələr, curly brackets vasitəsilə obyektimi yaratmış oluram. Uşaqlar, bu bizim ilk obyektimizdir. Biz bu formada obyekti yarada bilərik. Bu formada obyektimiz gəlir, düşür. Arraylərin nəyi var idi? Arraylərin indeksi və dəyəri var idi. Yəni, mən bura salam yazsam, burada nicat yazsam, misal üçün, buradakı dəyərlərimiz sıfırda, sıfır indeksli yerdə var salam, bir indeksli yerdə var nicat. Yəni, bunu zaten bilirdik. Obyektlərdə isə nədir uşaqlar? Obyektlərdə arraydən fərqli olaraq indeks və value yox, key və value məntiqi ilə işləyirik. Key və value. Yəni, misal üçün deyə bilirik ki, name olsun Rüfət, age başqa bir şey. Bu formada. Gedək görək indi bunu necə yazırıq? Yazırıq name olsun Rüfət. Surname, Rəfət soyadım nədir? Rəsulov? Nəsibov. Diqqət edirsinizsə errorum var. Bu error vergülə görə çıxır. Bunların hamısı bir-birindən vergül ilə ayrılmalıdır. Axırıncıya ehtiyac yoxdur, amma yaza bilərsiniz. Bəzi kompilerlərdə bunu avtomatik özü yazır ki, bundan sonrakına yazanda rahat olsun. Və gəlirik bunun age dəyəri nə deyirik? Neçə yaşım var? 5. Okey. Gəlirəm obyektimi loqa verirəm və bu formada Rüfətin dəyərlərini, daha doğrusu obyektin dəyərlərini görürəm ki, age, name, surname dəyərləri var. Hə, mən array'in birinci elementini necə çıxardırdım? Eynən. Obyektdə isə belə eləyəcəm uşaqlar. Obyektdə iki cür seçə bilərəm. Bunlardan biri nöqtə property'nin adını yazaraqdır. Buradan mənə kömək eləmək üçün artıq sıxır. Salam. Rüfət daha doğrusu. Və bu formada digərlərində çıxarda bilərəm. Misal üçün neyəcək? Gəlirəm bura, bu formada da uşaqlar, buradan artıq belə də çağıra bilirəm. İki cür. Okeydimi? Bir dənə obyekt yaradırsınız. Uşaqlar, birinci yazılış qaydası yeni versiyadır və daha çox istifadə olunandır. Ha belə, ikinci yazılış versiyası bir üstünlüyə sahibdir. Bu üstünlük nədir? Bu üstünlük bunun xaricdən bir dəyər ala bilmə qabiliyyətidir. Necə yəni? Yəni biz belə bir şey eləyə bilərik. Burada mən buna hansısa bir
Variable verə bilmərəm. Arxa sağ, qabaq orta xəbərdarlıq nömrə 1, xəbərdarlıq nömrə 2 zamanı bütün qrupun telefonu 2 günlük yığılır. Okey. Niye benim bende oldu? Anatoma ikinci başqasında da olsa olar. Ekran gördüm, sonra siz gördünüz. Aç geldi tamam. Okey. Davam edirik. Obyektin mən hansı dəyərini spesifik olaraq götürə bilmərəm. Yəni let search deyək. Name deyək. Bunu mən bura verə bilmərəm. Amma bura verə bilərəm. Yaxşı, bunun nə kimi üstünlüyü var mənə? Bunu gələrəm belə eləyərəm. Misal üçün, hansı dəyəri görmək istəyirsən? Hansı property-ni? Buradan mən property-ni alıram. Desəm ki age çıxar. Desəm ki surname çıxar. Birinci qarışdırmasın, birinci adi olandır. Üstünlüyünü gördükmü? Sual varmı? Bax, bu ikincinin işlənmə yeri belə yerlərdir. Harda ki, mən spesifik və yaxud dinamik olaraq hansısa property-ni çıxartmalıyam, skopkadan ondan istifadə edirəm. Okeydimi? İki işlənmə yeri buradır. Gözün nə yol çəkir? Pəncərədən açıq bir şey də yoxdur ki, baxasan, yuxara baxsan. Okey. Deməli, bu ikisinin özəlliyi bu formada oldu. Yaxşı, gedək indi obyektlərin kopyalanmasına. Obyektlər nə tipdir? Asa. Yəni, arraylər kimi gəlib obyekt 1 deyib buna. Buna da obyekt 2 deyib. Belə kopyalasaq. Və ikisini də loqa versək. Nə olar? Birində dəyişəndə kimdə dəyişər? Ayso. İkisində də dəyişər. Göstərməmə ehtiyac varmı? Dayan da yerdən açma. Okey. Obyekt 1, obyekt 2. Hə, bunlar eynidir. Lakin mən gəlirəm, ancaq obyekt 2-ni dəyişirəm. 2-nin name olsun, misal üçün Zəfər. Və gəlirəm, yenidən loqa verirəm. Gəlir, hər ikisi Zəfər olur. Niyə? Çünki reference type'dır. Eyni ilə obyektlər kimi. Çünki gedir, neyniyir? Dəyəri yox, RAM-dakı adresini kopyalayır və sadəcə ona baxır. Bu da dəyişəndə ikisini də dəyişmiş olur. Qarşısını almaq üçün neyirik? Yeni bir obyekt yaradırıq və bunu onun içinə bu spreadlə parçalayıb göndəririk. Və artıq nə olar? Rüfət, Zəfər. Ayrı. Sual varmı? Okey. Bunun kopyalanması ərə ilə eyni digər üstündə qalmıram. Yəni, bir neçə dənə olsaydı, onu da bu formada buraya yaza bilərdik. İkinci məsələ. Buna özümüzdən yeni dəyər əlavə eləmək istəsək, yəni buradakılar olsun, bir də Zəfərin olsun, maaşı olsun, salary. Salary. Deyək ki, Zəfərin maaşı olsun 1500. Zəfərin gəlirəm, maaşını da buradan görürüm. Okeydimi? Yəni, həm kopyalayıb, həm də yeni dəyər əlavə eləmək. Sual varmı? De. Spread eləməsək və İkisində də dəyişir. Hə, spread eləməsək amma. Hə. Məsələn, indi bilirik ki, ikisi skopkanın içində yazılır və cümlə. Hə. Ayrı tək olsa da və cümlələri yazacaq. Məsələn, salar yazacaq. Yəni, kopyalamaq istəmirəm, sadəcə dəyər əlavə eləmək istəyirəm. İkisi də həm kopyaladım da sadəcə spreadlə yox da adi Spreadsiz deyil. Yəni ikisində də dəyişmə var. Sən bilirik ki, spread olanda obyekt yazırıq hansını kopyalamaq istəyirsə.
və gündə hansını əlavə etmək istəyiriksə olur. Mhm. Yaxşı, bəs spreadsiz olanda necə yazılış olur? Yəni spreaddən istifadə eləmədən kopyalayaq. Əlavə etmək. Adı bu salamını ona əlavə edir. Hə, adi. Bu gəlib belə deyəcəm bax. Belə deyəndə özü başa düşür, əlavə edir. Burası hələ ki göstərmirəm ki, bir də başınız qarışmasın. Hələ ki belə yadda saxlayın. Çünki adi yenisini kopyalayırıqsa bu formadadır. Hə, yaxşı. İndi bura ilə bağlı sual yoxsa buranı silirəm. Gəlirəm deyirəm ki, obyekt 1-ə loqa verim. Və bu formada indi obyektin özelliklərini görürəm. Gedirəm, obyekt 1-ə yeni bir özellik əlavə edirəm. Yeni bir özellik əlavə eləmək üçün nöqtə yazmaq istədiyimiz özelliyin adını yazırıq. Olsun, olsun. Və yaxud kimsə olsun. Weight olsun. Çəkisi olsun 80 kilogram. Və yenidən loqa çıxardanda O belə çox rahat olur. OP1 80 kilogram əlavə olunmuş formada görünür. Okeydirmi? Sual var mı? Burada əd yoxdur. Yox, elə birbaşadır. Zaten, hə. Bu formada göstərilə bilir. Hə. İndi gedim göstərim sizə ki, this object görək başqa. Bu formada mən göstərdiklərimdən gedir. Hə, thisləri göstərəcəm. Hə, baxın bax bu sizə dediyimdir. Diqqət eləyin. Stringləri də, number'ı da, bool'u da bu formada yarada bilərsiniz, amma yaratmayın. They complicate your code and slow down execution speed. Yəni icra olunmanı həm kodu qarmaşıqlaşdıracaq, həm də icra olunma sürətini azaldacaq. Okay, burada qəşəng ki burada bir şeyler yoxdur. Okay, neyse. Amma oradan oxuya bilərsiniz. Sadəcə bəzi şeylər ola bilsin, olmasın, onları göstərəcəm. Və başqa da bir dənə mənbə deyim, oradan da baxa bilərsiniz. JavaScript. Buradan da uşaqlar istifadə edə bilərsiniz. Bu ikisi JavaScript üçün əladır. Hətta JavaScript üçün bu daha yaxşıdır. VS eynidir, sadəcə təzə dəyişdilər biraz. Ona görə bəzi yerlərin yeri fərqlidir. Okay. Hə, obyektlərin uşaqlar həmçinin funksiyonları ola bilir. Gedək. Bu formada verək. Funksiyonlarını belə yox. Olsun. Say hi. Say hi-a deyək ki, log hi. Obyekt 1-in gəlirəm. Say hi-ni çağırıram. Artıq konsol logda falan ehtiyac yoxdur, çünki bu özü çağırmalıdır. Funksiya deyən eləməliyəm. Gəlirəm, buradan hi deyil. Hə. Suallarım bundan bağlı. Okey. Funksiyamızı aramızdan heç kim bu adı da çıxartmağa çalışmadı? Tam böyle adam. Okey. Neyimi yazmağa çalışıram uşaqlar? Gedə görə nə olacaq? Heç. Xeyr ola, mən öz adımı çıxartmaq istəyirəm də, nə istəyirəm məndən? Burada uşaqlar bu dəyəri çıxartmaq üçün biz this keywordündən istifadə etməliyik. Okeymi? This keywordündən. This obyektin özünü göstərir. Okeymi? Bir dənə bu this-ə diqqət edin, çünki this-də çox uşaq qarışdıra bilir.
This name deyirəm, rüfəti çıxardır. Sürətli formada hər kəs yaratdığı obyektin deyirik. This-in tək özünü versəydik uşaqlar loqa, görəcəkdik ki, eynən obyektin ki özünü göstərir, gedib obyektin həmin özəlliyini göstərəcəkdir. Bura diqqət edin, arxa sol. Gəlirəm bu funksiyanı arrow-a çevirmək istəyirəm. Getdi şimdi alınır. Baxın, bu this-in ən ciddi fərqlərindən biri özü də intervyu sualı kimi də poemlu ola bilər. Arrow funksiyonun özünə məxsus bir this-i yoxdur. Yəni, arrow-un içindəki, ki bu hansısa fərqi yoxdur, harada olur olsun. Arrow-un içində this yazdınız, çöldə gəldiniz this yazdınız. Bu ikisinin fərqi yoxdur. Eyni şeydir. Yəni, heç nəyə aid deyil. Okeydirmi? Ümumiyyətlə, bunun this-i yoxdur, bunu çağırmadı. Buradakı this Windows obyektini çağırdı uşaqlar. Amma bunu Node.js-dən işlətsəydik, bunu görməyəcəkdik. Okeydirmi? Qısacası, arrow funksiyonun this-i yoxdur. Biz ona görə adi function yazırıq. Bu formada. Okeydirmi? Obyektlərin bu formada funksiyasının olması gözəldir. Niyə? Çünki mən bununla bağlı bir çox şey eləyə bilərəm. Misal üçün, bir dənə də funksiya əlavə eləyərəm. Deyərəm, show info. Diqqət etsə, hamısını fail yazıram ki, vergülü qoymalıyım. Gəlirəm bunun içini doldururam. Bu artıq adım ya da mən Nəsiruh. Yəni, burada artıq istədiyimiz kimi funksiyalar yaza bilərik. Ancaq bizim obyektə aid olan. Yəni, bunun belə bir üstünlüyü var ki, realda bu obyektlərlə və ərri ilə dəhşət çox işləyəcəksiniz. Özəlliklə fetch-atanı da. Həm göndərmək üçün, həm götürüb istifadə edib UI-da göstərmək üçün. Show info deyirəm, çağırıram. Bu formada gəl. Sual varmı? Əla. Bəli. O this sadəcə funksiyanın içində verilir. Obyektin funksiyasının içində. Başqa yerdə də işlədə bilərsən. Habelə əgər başqa yerdədirsə, artıq olduğu yeri göstərir. İndi keçəcəm, eventlərdə this eventin baş verdiyi elementi göstərəcək. Amma belə obyektlərdə özünü göstərir. Lakin yaddan çıxarmaq lazımdır ki, arrow functionda this söhbəti yoxdur. Okeydirmi? Yəni, this-lik bir iş varsa, arrow işlətməli bilməliyik. Okey. Yaxşı. Mənim bu obyektimin bu özəllikləri var da. Hətta deyə buradan kiloqram da əlavə elədik. Rüfətin bu qədər özəlliyi var. Biz istəyirik ki, rüfətin yaşını silək. Bunu necə eləyə bilərik? Rüfətin yaşını silmək üçün delete keyword-ündən istifadə edirəm və object 1 nöqtə silmək istədiyim özəllik yazıram və ardından bir də loqa verirəm. Rüfətin artıq yaşını silmiş olduq. Okeydirmi? Sonra obyektlərin bir saniyə görüm başqa nəyini göstərəcəm.
Dizisini göstərdik. Hə. Okay. Bir dənə bunu başınızı qarışmasın. Əslində indiyənə kimi yazdığımız forun eynisidir. Obyektlərə özəl bir dənə for gəldi uşaqlar. Bunu sadəcə obyektlərdə istifadə edə bilərik demək doğru deyil. Bunu stringdə də arraydə də istifadə edə bilərik. Göstərəcəm. Bizim döngülərimiz nə idi? For, while, do, while. Düzdür? Hə. For of belə bir şey gəlir. Bu mənim müsahidən. Hiç değildi o. Elementin özüne bakıyoruz. Yox, yox, bu başqa şey deyil. Praktikada işlemir. İşləmisiniz? İndeks qaytarır. İndeks qaytarır. For index. Okay, əla. Onda sürət keçirəm buranı, rekorda düşsün deyə sürət üzərindən keçirəm. Bunu gəlirəm iteratora deyirəm, misal üçün element ya da prop və loqa verirəm. Bu gəlir. Object 1 is not iterable deyir mənə. Niyə? Böyle var. Object 1 is not iterable. Gedək örnəyinə baxaq. For of objects. Bıdı. For ilə verdi gəldi. For of-la niyə eləyə bilmədik? Çünki görək səbəbinə baxaq. Daxili elementi dəyəri yox deyəsən. Bunu bu formada eləmək olmur. Okay. For ilə göstərək. Hər bir keyini gəlib götürdük. For of-la da əslində Argument. bəli. Amma nəsə gətirmədi. Okay. Deyəsən bunu dəstəkləmir. Array string iterable object. Okay, amma burada gördüyümüz kimi bunu arraylərdə də istifadə eləyə bilərik. Ha belə stringlərdədir. Const misal üçün söz olsun. Salam. Gəlib bura sözü verək. Sözün indeksini, of-la isə hər birini və bu sözü gəlirəm bir dənə array'yə çevirirəm. Bu formada isə özünü göstərə bilirəm. Lakin bu bildiyimiz forun sadəcə başqa cür yazılışıdır əslində belə sadə formada. Bunu formada eləyə bilərdik, bəli. Motor işləmədi. Necə? Objekti işləmədi. İşlədi. For in-i işlədi, for of-u işləmədi. For in-i gəldi. Object 1-ə yazanda özəlliklərini gətirdi. Amma of-la yazanda Object 1 is not iterable dedi. Okay. Okay, amma bunu əslində biz bir array'yə çevirib obyekti, onun elə özəlliklərini çıxarda bilərik from-dan falan. Object nöqtə prop ilə sevgisi. İndə. Elə olar. Həmin özelliyi çıxarda. Dolayı onu eləyir də artıq. Hə, eləmək olar. Adi formdan da çıxarda bilərik, amma indiki vəziyyətdə onu bu formada göstəririk. Okay. İndi sadə bir dənə, çox sadə bir şey istəyəcəm. Sizdən prop istəyirəm. Bu propdan ya da propdan da yox. Function olsun. Ya da propdan eləsəz daha yaxşı olar ki, sadə, çox sadə to-do list və ya friends obyektləri push eləməyimizi istəyəcəm. Yəni necə? Array'imiz olsun. Const friends. Bu formada. Bunun içinə obyektlər əlavə eləyəsiniz. Olacaq nə? Olsun ki, bir dənə functiondan olsun lab. Functiondan yazsam qarışıq gələr yoxsa? Okay. Add friend. Add frienddə bir dənə obyekt gəlir.
Neynir? Friends-ə push eləyir. Bu obyekti. Gəlin hətta obyekti də bunun içində yaradaq ki, bu mənalı olsun. Hə, okey, əl oldu. Uşaqlar, əgər misal üçün, deyək ki, bu funksiyamız özəlliklər qəbul edəcək. Name və dostumuzun adı olsun. Başqa nə olsun? Elə adı bəsdir. Bir dənə propertidən ibarət olsun. Ya da adı ya da yaşı olsun ki, qəşəng görünsün. Adı və yaşı olsun. Biz bunu bura necə verə bilərik? Bu şəkildə adını verərik və buradan da dəyərini veririk. Düzdür? Belə. Ardından da it. Okeydirmi? Əgər mən bu cür yazıramsa, JavaScript deyir ki, belə də yazsam başa düşürəm. Amma bunu qısa formada, əgər value ilə property-nin adı eynidirsə, belə yaz, mənə okeydir. Mən bunu da başa düşürəm. Bunu bir dənə qıraqda yazdım, istəyirsiniz, sadə olsun, daha anlaşıqlı olsun. Const name deyək, Nicat. Age. Mən 3. Const new object name bərabərdir name. Bu yalnızca eynidirsə keçərlidir. Yəni bu name 1 olsa olmaz. Yəni ikisi də eynidirsə. Və age. Bunun dəyəri nədir? Haradasa. Bunun dəyəri Nicat age 3-dür. JavaScript deyir ki, bizə bunlar eynidirsə, bunu belə yazma. Belə yaz. Daha qısa olsun. Yenə mənə eyni dəyəri verir. Okeydirmi? Hə. Sizdən istədiyim bu formada yazıb, bu funksiya ilə həmin bu array-yə element əlavə eləməyinizdir. Yəni bu funksiyanı mən çağırım. Bura özəlliklərimi göndərim. Bu gəlsin friends-ə düşsün. Və belə deyək, bu 3 dəfə baş versin. Yəni bir dənə forun içine atın. 3 dəfə dövr eləyən. Axırda da o array-i loqa verin. Okeydirmi? Uşaqlar, burada əslində zaten kodu qismən yazmışdım. Bura gəlib yeni özəlliklərdən bir dənə prompt əlavə eləyirəm. Const name deyirəm. Hətta name zaten var. Name'i buradan yox, bunun içindən alaram. O eləyə bilərsiniz, amma yəni hamısı birində olsun da. Ad yaz. Yaş yaz. Və aşağıda uşaqlar gələrəm eynidir deyə adları. Kodumu qısaldaram. Friends-ə push eləyir. Hətta dinamik olardı ki, buradan array-yə göndərim, buradan həmin array-yə push eləyim. Gəlirəm. Bir də saniyə. Okey. Bu friends-ə bir dənə 3 dəfə, sadəcə 3 dəfə olsun deyə 3-ümü buraya yazıram ki, buradakı kod 3 dəfə işləsin. Add friend deyirəm. Friends-imi ötürürəm ki, bu array-yə push olunacaq. Sonda da log deyirəm. Friends-i. Gedirəm, ad yazıram. A, yaşı 4. BBB, yaşı 10. CCC, yaşı 99. Gəlir, bu formada belə deyək, yaddaşa yazılır. Sual, bir dənə baxın, kodu bir dənə şey. Əslində çətin bir şey yoxdur, sadəcə birinci dəfə yazırsınız deyə. Yüngül bari çətin gəlmiş ola bilər. Hətta uşaqlar,
bu cür yazılış da görə bilərsiniz ki, mən obyektimi gedib mənimsətməyim, belə verim. Birbaşa. Anonim function necə idi? Onun kimi yadda saxlaya bilərsən ki, və yaxud anonim function kimi də yox. Yəni birbaşa yaradıram da dəyərini verirəm. Məsələn, push 5 demirik. 5-i hansısa bir nam dəyərini mənimsədib də deyə bilərdik. Birbaşa 5 də göndərə bilərdik. Bu da eynisi. Yəni birbaşa obyekti göndərir. Kodumu biraz da qısaldım, həm də mənasız dəyişəni aradan çıxarım. Okey. Sual varmı? Hamı oxudu mu? Yaxşı, davam edirik. Burada friends yazmışsınız. Aha. Onunla bakın. Ya o mevcut yazmışsınız. Kod işletmişsiniz. Bu prosta kodu 3 dəfə məndən işlətsin deyə bu funksiyandır ya. Forum tək şeyi 3 dəfə işlətsin deyə. Hepsini yazmışsınız. Friends. Add friends. Ha, bu friends bu məndən array istəyir. Belə də yaza bilərdim. Ki hara push eləyim? Bir növ dinamik olsun deyə. Okey. Davam edirik uşaqlar. Taskdan sonra gedək deyək ki, başqa bir obyektimiz var. Olsun name. Nə olsun bu dəfə? Game cat 8 5 niyə error çıxardır? Qəşəng. So, hələ ki bu bəsdir mənə. Mən gedək birin nöqtə bu özəllikləri array kimi bəzən istəyə bilərəm uşaqlar. Necə yəni array kimi? Yəni deyə bilərəm ki, misal üçün sadəcə bu və ya başqa çox böyük bir obyektin value-ları və yaxud keyləri və yaxud həm value, həm keyləri. Hə, foran yaza bilərəm, amma biri var for yazdım, hər dəfə dənə-dənə götürüm hansısa bir array-yə push eləyim onu, sonra götürüm onu istifadə edeyim. Bir də var hazır bizim üçün metodlar veriblər. Object dən istifadə eləyib deyirəm ki, object from keys deyək. Object keys. Aha. Bir də saniyə, bu belə mi yazılırdı? Loqa verək biləcəm. Hə, object key is not a function. Formada mıydı? Yox. Okey, onda bayaqçı kimidir. Objectin keysinə obyektimi göndərirəm. Hə. Okey. Gəlin bunu bir dəyərə mənimsədim ki, səliqəli görəsiz. Const result. Hə. Obyektin keylərini object keys vasitəsilə görürəm. Obyektin value-larını values deyib görə bilirəm. Cat və 5. Obyektin həm value, həm keylərini entries deyib görə bilirəm. Elə çıxartmaq olmadı məndə. Bəli. O objekti çıxartmaq olmadı. Yox, bu bunun özəlliyidir. Bu buna əsasən işləyir. Bu formada uşaqlar yox, bir də saniyə bunu kimi verim. Buradan versəm daha rahat görərsiniz məncə. Hamısını çıxardır, bəli. Amma
Hə, bu formada. Elə bir ki, array-in içində hər bir propertini array kimi qaytarır. Sıfırıncısı olur property, birincisi olur value. Bu formada. Okeydirmi? Onda biz entries object index 0 yazsaq, name və capi qaytaracaq. Bizə Entries object 1 bizə 2 dənə array qaytarırsa, index 0 birinci array qaytarır. index 0 birinci array qaytarır, bəli. Məsələn, onun da içindən cat seçmək istəsən, onun da içindən artıq 1 və ya 0 deyə bilərsən. Ki, gəlib çıxarsın. Və ya bu formada. Sual varmı? Bu hər üçünə aid indi yazırsınız. Keys, values və entries. Və bunların hamı yazdı da, hə? Deməli, indi gedək görək başqa nə özəlliklərimiz var. Object deyirik. Object 1 has own property. Çox gözəl formada özü yazmadı. Amma yəni belə olanda nə edirsiniz? Search edirsiniz, çıxır. Ki, yəni hərf səhv eləməyəsiniz və ya əzbəri yadınızda olmaya bilər. Gedirəm bura name deyirəm. Gəlir bu mənə. Deyir ki, name yoxdur. Okey, 8 deyirəm. 8 is not defined deyir. Nə gözəl. Okey. Başqalardan varmı? Yoxdur. Has own property özəlliyi əslində obyektdə həmin elementin olub-olmadığını göstərir, lakin burada görmədiyini deyir. Skriptimiz düzdür, bu yerindədir. B olanı bir dənə loqa nəsə verək, görək nəyimizsə varmı? Yoxdur. Heç nə. Geri E ilə okey. Düzdür. Bu formada gedib baxırıq. Gəlirik, olmayan bir şey istəyirik. A yoxdur deyə bizə false verir. Hə. Bunu deyə bilərsiniz ki, nəyimizə lazımdır, neyinirik. Buna baxın. Deyək ki, object A loqa ver. Undefined. Buna baxın. Gəlib yaratmadı, düzdür. Amma bu özəllik vasitəsilə ki, biz əsasən belə yazanda bu bəzən avtomatik formada bunu yarada bilir. Yəni necə? Biz ki, ancaq bunun adını yazıb dəyər götürə bilirik. Ona görə bundan istifadə edib əsasən bunun olub-olmadığını yoxlayırlar. Düzdür, TypeScript-dən sonra çox da bunu istifadə eləmirik. Amma yəni bu has own property vasitəsilə obyektin olub-olmadığını görə bilərik. Obyektin bu propertisi olmadığını görə bilərik. Okey. İndi gedim başqa özəllikləri yazım. Hə. Bax, bura diqqət eləyin. Call, apply və bind. Bu üç özəllik mütləq soruşulan və biraz qarışıqdır. Bir qarışıq deyil əslində, sadəcə yəni əksəriyyətə qarışıq gələ bilir. Gedək görək bu nədir? This object bind deyək. Ya da birinci apply-dan başlayaq.
Misalsın görə bir dənə qəşəng bizə obyekt versə vermədi. Hə. Gedək görək bu indi nə edəcək bizə? Uşaqlar, apply metodu bizə imkan tanıyır ki, hətta bu funksiyada olmasa belə, yəni person 1-də olmasa belə, başqa bir obyektin özəlliyini qısa müddətə yəni belə borc götürək, istifadə edək, cavab alaq. Yəni, deyək ki, bu person və ya person 1 deyil, olsun bu elə person 1 qalsın, bu da olsun shower olsun. Ya da shower deyəndə də şey oldu bu, duş kimi. Show all object ya da daha mənalı bir fikirləşə bilərdik. Yəni, qısacası, bununla bu bir-birindən tam əlaqəsiz obyektlərdir. Lakin mənə buradakı funksiya lazımdır. Hə, person 1-in bu funksiyanı istifadə eləməsi üçün diqqət edirsinizsə, bunu property kimi almır. Hə, deyə bilərsiniz ki, bu property kimi alardı, buradan götürərdim, hə, razıyam. Elə olsaydı, person 1-in .first name-i, .last name-ini buna dəyər kimi ötürüb çağıra bilərdik. Amma o ki, burada yoxdur, biz gəlirik, yəni bu hansılara aid uşaqlar? Zislə olanlara. Biz gəlirik, buna person 1-i ötürürük, bu apply metodu gəlir, bu funksiyada əgər bu dəyərlər varsa, gedir onları tapır və bu formada qaytarır. Bu ki, adi return eləyir, mən bunu görə bilməyəcəm, ona görə bunu nəyəsə mənimsədim və loqa ver. Gəlir, bunu bu formada çıxarır. Hə, apply yerinə gəlib call deyərəm uşaqlar. Yenə eyni şey eləyir. Yadda saxlayın. Call-la apply eyni şeydir. Tam olaraq eyni şeydir. Hər ikisi bir digər obyektin funksiya özəlliyini borc alır, götürür, onu istifadə etməyə imkan tanıyır və dəyəri qaytarır. Bax, bu önəmlidir. Dəyəri qaytarır. Funksiyanın özünü yox, dəyəri. Dəyəri qaytarır. Bunların bir-birindən tək fərqi, bunda nə yazıblar? Elə belə mi yazıblar? Qəbul eləmə formalarındadır. Necə yəni? Yəni, bu apply. Mən burada. Hə, sağ olsun, buradan qəşəng göstərib. Biz də elə bu örnəkdən gedək, ya da biraz fərqli olsun deyə özümüzdən dəyişdirək. Deyək ki, bura bir dənə də dəyər alsın. Nə yazaq? Olsun, buradan rəqəm dəyəri alsın və bu rəqəmi də buradan yazsın. Üstəgə boşduq. Bundan. Bu namı ala bilmək üçün bu bizim apply gedirəm üzərinə argument kimi alır, call obyekt kimi. Buna ki mən bunu ötürdüm, bunun yanında rəqəmimi də ötürürəm, bu ikini. Gəlir, bu formada istəyir. Onda bu obyekt kimi görək. Hə. Sonra, call and apply qarşıdır. Apply kimi veririk, gəlir, bu ikini bu formada başa düşür. Call kimi versəm, gəlir, bu formada başa düşür. Bunların tək fərqi budur. Bunu aşağıdan bir də yazacağım. Onda daha yaxşı görəcəksiniz. Result 1, result 2, 1 olsun.
Burada birincisi call olsa, call bizdən argument kimi istəyir bunları. Yəni 10 dənə göndərirsən, onu da necə olmalıdır? Namla yanaşı burada olsun, nə bilim, başqa bir söz. Gəlib bu sözü buradan, bu formada yaza bilərik. Salamlar. Burada amma bu söz belə yazılmalıdır. Okeydirmi? Bunların bir dənə fərqi budur. Biri array kimi istəyir, biri ardıcıl formada istəyir. Səbəbi də bu arxada bunu destruction ilə götürür. Bu birisi amma rest ilə götürür. Sadəcə bunların işlənmə fərqi rahatçılığa görə. Yoxsa ikisi də bir-birinin işini görür. Amma bind yox ha. Call və apply-a aiddir. Okeydirmi? İndi bir dənə davam eləyək, gedək, görək. Bunu da keçək. JavaScript bind nədir? Deyil, bind-i də buradan yazın. JavaScript bind-la bu uşaqlar çox oxşardır. Gələk buradakı örnəyi götürək. Burada nədir uşaqlar? Bayaqkına oxşayır. Person'dur. Hansı funksiyasını istifadə eləmiş istəyirik o. Bind member. Tamam, bəs bu nə edəcək? Baxın, bu funksiya digərləri bizə funksiyanı işlədirdi. Call da apply-dır. Funksiyanı işlədirdi, dəyərini verirdi bizə. Bu işlədi beləmi? Bu elə funksiyanı verir bizə. Yəni, mən artıq bu full name-i ürəyim istəyən qədər istifadə edə bilərəm. Yəni, necə? Gəlirəm bu full name-i çağırıram. Birazdan bunu biraz dəyişdirəcəm. Bu çıxır. Ha belə bu Hayes Nielsen, John da o deyil. Düzdür? Mən artıq bu salamlama funksiyasını buradan götürmüşəm. Baxın, digərlərində. Baxın, digərlərində mən sadəcə dəyəri götürürdüm. Meridonu, yəni, mən bu funksiyanı gedib təkrar istifadə edə bilməzdim. Yəni, bunu istədiyim qədər istifadə edə bilərəm. Full name-i istədiyim qədər çağıra bilərəm. İndi burada bunun üstünlüyünü görəcəyik. Gəlirəm, bura dəyər verirəm. Say hi, greeting deyək, greeting. Üstə gəl. Greeting-lə verək ki, salamlama metodunu əlimizlə daxil edə bilək. Burada artıq mən nə yazsam bura? Xoş gəldiniz. Burada da misal üçün welcome. Gəlir ayrı cür verir. Yəni hər birinə özəl. Bəs bu olaydı. Misal üçün. Yəni zaten call-la apply eyni şeydir demək olar. Bir dənə fərqi var. Apply member. Burada nə edəcəkdik? Gəlirdim burada. Bir dənə buna diqqət edin. Gəlirdim burada. Deyirdim salam. Log result. Diqqət edinizsə, mən bu result'ı təzədən işlədə bilərəm. Bu result bir funksiyadır. Yox, bu result bu nə return eləyirsə odur. Həmçinin bunun eynisi İndi konsol loqu mən göstərmək üçün yazdım da. Buradakı belə deyək, bu funksiyanı təzədən istifadə eləmək bind da ürəyin istəyən qədərdir. Çünki bind sənə verir full name-i. Yəni bu özəlliyi, funksiyanı sənə qaytarır. Call-la apply isə bu funksiyanın return-ünü qaytarır. Yəni fərqi bu. İkisi də fora istədikləri istifadə edə bilmək üçün. Fora?
For dürən istədiyi yaza bilərsən. Lakin əgər sən sadəcə dəyərlə bağlı bir işin varsa, yəni bunun qaytardığı dəyərlə. Bu gördüyün kimi dinamikdir. Buna istədiyimi verə bilirəm sonradan. Amma bunları əgər təzədən istifadə etmək istəyirəmsə, gərək təzədən apply bind yazım. Apply call yazım. Çünki bu mənə belə deyək də, apply bind mənə qaytarır 2, 5. Bind mənə qaytarır toplayıcı funksiyanı, sum funksiyasının özünü. Funksiyanı qaytarır var. Hə. Ki artıq bindin qaytardığını mən istifadə edə bilirəm. İstədiyim qədər. Çünki funksiyadır. Hə, deyə bilərsiniz ki, bunu götürərəm. Elə bunun özünü işlədərəm, hər dəfə 10 dəfə çağıraram. Yəni bind olan yerdə niyə belə bir şey eləyəsən ki? Amma eləyə bilərsən hə. İndi bir də üstündən keçirəm. Apply call başqasınınkini, o bir obyekt başqa obyektin metodunu miras borc aldı və zisi artıq dəyişdi, həmin obyektə baxdı deyə onun özəllikləri istifadə olundu. Call-la apply-ın tək fərqi birində array-dir, digərində elementlər ayrıcadır. Bind-da isə funksiyanın özünü birbaşa gətirdi, götürdü. Başqa da bir şey, burada misal üçün bura nə gedəcəksə, buradan veririk, düzdür? Bind-da elə şey yoxdur. Bind ki bizə funksiya qaytarır. Yəni bunları hara verirsən? Lazımdır. Götürdüyü və sonradan verərsən. Bu format. Bind eləməmiş funksiya sayılır. Xeyr, full name-i hara çağırırsan? Belə bir şey heç yerdə yaradılmıyor belə. Bu ancaq bununkidir, buna aiddir. Bunun vasitəsilə mən bunu çıxartdım oradan. Okey, bir dənə bind-a aid də keçirik çox daha sadə, deçki və deyək, sevəcəyiniz stringlərə. Late, word, salam. Gedirik görək string metodlarında nə var, nə yox. Burada string methods olmalıdır. Veya burada. Gördüyünüz kimi bir çox string metodları var. Bunların bəzilərini istifadə edirik, bəziləri sadəcə var. Gedək sadələrindən başlayaq. Bəli? Hə, qırmızı açıq. Word nöqtə to lowercase. Gedək görə nə edir? Uşaqlar to lowercase adından da göründüyü kimi balaca ilə yazırıq. To uppercase böyük ilə yazır. To capitalize var mıydı? Yox deyirəm. Cürə vaxtı. Okey. Yoxmuş. Siz yazarsınız, nə olacaq? Cürə yox. Ha, okey, laf yaxşı. Ha. To lowercase, to uppercase. Sonradan lensi var. Lensi daha göstərmirəm, bilirsiniz. Slice metodu var. String, substring, substring metodu var. Bunlar nə edir uşaqlar? Bunlar kəsir. Necə yəni? Bu array falan deyil, adi stringdir, sadəcə bu formada yazır. Deyirib, misal üçün, okey, salam olsun. Salamı slice sıfırdan 2'ye kimi. Sıfırıncıdan 0, 1, 2'ye kimi. Kəsir. Olaydı 1, olaydı 5. Gəlirdi 5-ciyə qədər kəsirdi. Sadəcə düzdür. String metodlarının uşaqlar əzbərləməyə ehtiyac yoxdur, amma sadəcə hamısını bilsə 0, 1, 2, 3, 4, 5-ciyə kimi. Hə. Okey. Şey deyil onsuz da, yəni bura gəlib 99 yazsaq, yəni yenə şey deyil. Gəlib birbaşa kəsir. Bu cür istifadə eləməmişəm əsasən, çünki
Yəni normalda spesifik hissə lazım olur. Hə, yox, nə qədər maksimumdursa onu al. Yəni elə maksimumu qədər al. Fikirləşdim ki, 99 yazaram. Uzunluğunu artırar, kəsər, yox, elə bir şey olmaz. Okey. Uşaqlar, bunun substring substring çalışma qabağından bu cür xətt çəkilsə, deməli deprecate olunub artıq. Yəni işlətməyin. Substring və slice metodda eyni işi görür. Birdən 4-ə kimi, 0-dan sona kimi. Bura misal üçün 4-ü verək, gəlir 2-ni verək. Gəlir əvvəldən ikincidən başlayır, sona qədər alır. Gələk -2 deyək. Görək, mənfi dəyərini alır mıydı bu? Bu almır. Slice olacaq onda. Hə. Misal üçün, bundan bunun fərqi amma slice mənfi dəyərini alır. -4 deyək. Gəlir, sondan kəsib götürür. Okeydimi? Yəni, bundan sonra bunun başqa includes, index of, ən çox istifadə edəcəyimiz at metodunu göstərmişdim yoxsa? At metodu nə edir uşaqlar? At metodu ilə bu eyni şeydir. Bunu sıfırıncısı yazdısa. Eyni, yəni array'də nədirsə bunda da eynisi. Array'də də eyni şeydir. Tək fərqi .at mənfi dəyər ala bilir. Yəni -1 desək buna gedib axırıncı dəyərini alır. Gedirik index of metoduna baxırıq. Görək index of metodu nə edir? Index of əgər element varsa indeksini yoxdursa -1 qaytarır. A deyirəm. Gəlir deyir ki, A-nın yeri 1-dir. Deyirəm 2. Deyir A-nın yeri 3-dür. Bu ikinci parametr nədir? Hardan başlasın? Deyirəm ki, L-dan başla. L-dan başlayanda tapdığı A buradakı A-dır. L-dan başlayıb S artıradım. Deyəcək ki, normalda var ya, sadəcə buradan başlamışam deyə. Yoxdur, deyər. Burada isə deyir, bunun yeri sıfırıncısıdır. Bundan başqa patch start, trimlər. Bunların hamısını göstərməyəcəm, çünki bayağı çoxdur. Hələ burada da bayağı görəcəksiniz. Diqqət eləsəz görəcəksiniz ki, hamısı demək olar bir-birinin işini görür. Yəni, bir-birlərindən bəzi parametr fərqləri var və ya aldıqları dəyərdə. Ən çox istifadə edəcəklərimizdən biri trim. Trim nə edir uşaqlar? Trim bizim boşluqlarımızı silir. Necə yəni? Əgər sondan və ya qarşıdan boşluq qoymuşuqsa, trim bunu təmizləyir. Necə bilə bilərəm ki, indi bu bunu həqiqətən təmizləyib? Ay yaşa. Word-ün lensinə baxıram. 14-dür. Word-ün trim olunandan sonraki lensinə baxıram. 12-dir. Bundan sonra 1, 2 dənə boşluq var. Dolayısıyla dəyişib. Buradan bir dənə də boşluq eləyirəm. Bu 15 olur, bu hələ də 12 olur. Bunu artırıram. Bu 20 neçə olur? Xeyr. Əsl. Sondan və əvvəldən. Hə, deyə bilərsən ki, bunun belə olay nədir? Bu inputlarda falan mail yazanda bəzən boşluq qoyuruq ha. Boşluqda bir sözdür axı. Yəni deyək ki, misal üçün Elmin gəldi, inputun yazdı. Input tagini qoymuşuq, içinə yazı yazır.
Gəlib içinə bunu yazdı. Bir dənə də əldə idi bunu yazdı. Buna görə elminin sorğusu səhv olacaq da, düzdür? Çünki boşluğun özü də bir xarakterdir və bunun özü də bizim mail, databasemizdəki maillə üst-üstə düşmür. Bu olmasın deyə, yəni istifadəçi bir daha buna görə əziyyət çəkməsin deyə həmişə inputları trimləyirik. Yəni təmizləyirik ki, əli dəyib, yəni boşluq qoyubsa, əli dəyib qoymuşdur. Dolayısıyla onu təmizləyirik və o formada göndəririk. Sual varmı? Okey, əla. Bundan başqa dediyim kimi çoxdur, bunlara baxarsınız. Includes var. Includes nə edir uşaqlar? Gedək, misal üçün S axtaraq. Bizə varsa true, yoxdursa false dəyərini qaytarır. Gördüyünüz kimi bunlar əslində çox sadədir. Yəni nə ki indi göstərmişəm, hamısını eləyə bilərdik. My. Bura bir dənə Word gəlir. Word for-la gəzilir. Əgər axtardığım burada varsa, yazmışdınızsa bunu səhv eləmirəmsə, hə? Aysa. Word-ün əgər incisi bərabərdirsə mən axtarana, return true. Əks təqdirdə nə? For-dan çöldə false. Niyə for-dan çöldə? Yəni də proqram qırılmasın da ki, yəni mən olmadığını ancaq bütün sözü gəzib qutarandan sonra bilə bilərəm. Okey, sual varmı? String metodları məncə çox asandır. Dolayısıyla üstündə çox qalmaq istəmirəm. Amma sizdən şərt kimi hardasa 12 dəqiqəm var. Okay, bunu məşq etdirməyə ehtiyac varmı sizə? Çətinlik çəkə biləcək, çətinlik çəkməyəcəklər əlin qaldırsın. Yox, əla. Çünki yəni belə deyək, bunu custom yazanlar üçün bunun hazırını işlətmək işte olmasaydı da mən bunsuz da funksiyamı yazıb işimi görərdim. Okay, əla. Elə isə mən gəlin sizə əsas məsələdən biraz göstərim. Hansı ki bizim belə deyək, gözümüzün işığı bunlarsız bir günümüz olmasın. JavaScript, array metodları. Bunlardan bəzilərini zaten bilirdiniz. Push, pop, shift, unshift, lens və s. Bunlarda qalmayacağım çox da. Konkatı bir dənə yadda saxlayın ki, konkat birləşdirmək üçündür. Demək olar, yəni Java, C# falan hamısında bu var. Yəni bildiyimiz birləşdirmədir. Yəni necə belə plus yazırdıq? Plus olmayan vaxtı konkat edirdilər. İşte bu. Hə, gedək. Bunları da yenə slice'dır. Yəni bunlar kəsməkdir heç nə. Bu hissələrdə deyil, daha çox mən qalmaq istəyirəm bunun iterationlarında. Gedim bağladım. Burada nəsə ürəyim istəyən yazmayıblar, amma mənbə olaraq istifadə edin, tapsam sizə başqa mənbələrdə atacağım. Getdik. Bizim ilk ən çox istifadə edəcəyimiz array metodlarından biri for each metodu. Array'in for each metodu yazınızdadsa keçən dərs səhv eləmirəmsə sizə callback izah elədiyim gün. Tam olaraq aslında bunun məntiqini yazmışdım. For each-də nə edir uşaqlar? For each metodu bir callback alır. Buna nə etmək istəyiriksə onu yazırıq.
Hazırdır. Lazımdır 2-yə vurmaq. Hazırdır. Lazımdır əgər cütdürsə ekrana çıxartmaq, təkdirsə çıxartmamaq. Neynirəm onu? Aşağıda yazır. X bölü 2 bərabərdirsə 0-a log x əks təqdirdə heç nə, başqa sözlə daha qısa yazılış. Bu var ha, bizim əvvəl yazdığımız for var idi ha. For, içində if, nə bilim nə. Bunun neynisidir? Sadəcə daha qısa yazılış. Bu yazılış ola bilər, bəzi şey gəlsin. Belə bir şey yazım. Yəni, cütləri ekrana çıxart. Sual varmı? Uşaqlar, bunun tərcüməsi budur bax. Array, daha sonra for, nə bilim, array'in, mən bunu funksiyonu alalım. Array gəlir, bir də callback gəlir. Bunun tərcüməsi budur. Bura yazdığımız callback, baxın, bu. Bura yazdığımız callback bu array'in hər bir elementi üçün icra olunur. Yəni, bu hər bir array'in iyisi gəlir, bu funksiyanın içindəkini eləyir. Yuxarıdakı ilə aşağıdakı sinonimdir. Bir dənə buna baxın, başa düşün. Tam olaraq budur. Bunun eynisi və map metodu var. Rüfət yatma. Bunun eynisi və map metodu var. Map metodu ilə for each metodunun fərqi nədir uşaqlar? For each metodu adicə bunu eləyir. Map metodu isə, misal üçün, deyək ki, bizə bu arraylərin yeni bir array lazımdır, amma buradakı arraylərin bütün rəqəmlərinin 2-yə vurulmuş halı. X vur 2 deyirəm. İndi buna baxın. Arraylərin 2-yə vurulmuşluğu mənə çıxartdı. Map metodu. For each metodu ilə map metodunun fərqi, for each metodu sadəcə dövr edərkən, map metodu yeni bir array qaytarır. Onun mənbə kodu necədir? Eyni ilə bu cür. Sadəcə bir dənə çöldə yeni bir array var. Const new array. Hər bir callback icra olunandan sonra new array push olunur. Və sonda yeni array return olunur. Bunun da mənbə kodu belədir. İndi gedək başqa bir özəlliyi də yazaq. Hansı ki bu yaxınlarda yazmışdınız? Find metodu. Və bu sizə asan da olacaq. Bayağı asan özdə. Find metodu bizdən callback istəyir və bu callback'in şərtinə uyğun gələni icra edir. Result 1-i loqa verək. 2 varsa, konsol loqu birdən bağlayayım ki, çıxmasın. 2 varsa, 2-ni qaytarır. Yoxdursa axtarılan rəqəm undefined.
Bunun mənbə kodu necə olar? Dünəncə yazmışdıq. Bizim find bu bir dənə gedir ifin içinə. Əgər bu true bir şeydirsə, return array iyisini, əks təqdirdə də heç nə qaytarmırıq, elə undefined verir. Yadınızdadsa bunu yazmışdıq. Bax, bunun elə bir kapotunun altında budur, işləyəni budur. Və indi find metodundan sonra bir dənə də filter metodu var. Filter metodu nə edir? Uyğun gələnlərin hamısını. Bunu sizə yazırım bəlkə. Yazmışım var. Okay, əla. Bir də yazarsan, bunu saxlayıram. Amma bunun şeyini göstərirəm ki, necə işləyir. Filter metodu nə edir uşaqlar? Yazdığımız şərtə uyğun gələnlərin hamısını qaytarır. Necə yəni? Yəni deyək ki, 2-dən böyük olan hamısını çıxart. Result 2, 2-dən böyük olanların hamısını çıxartdı. Yeni bir array kimi. Okeydirmi? Sual var mı? Okey. Ardından find index metodu uşaqlar. Baxın, digərlərinin üstündə çox qalmırdım. Amma bu çox vacib mövzudur. Array metodları həyati vacib mövzudur. Yəni, bunsuz keçinmək mümkün deyil React-da. Yəni, bunu yaxşı bilməsəz, React getməz. Ona görə bunu tam qüvvə ilə öyrənin. Bir dənə də find index metodunu yazıram uşaqlar. Find index metodu axtardığını tapırsa, onun, elə adından da göründüyü kimi, indeksini qaytarır. İkincinin indeksi nədir? 1. Tapmasaydı, -1. Okeydirmi? Yaxşı, bu find indeksi mən özüm yazası olsaydım necə yazardım? Kim kömək eləyər? Çatanda verirsin. Hə, misal üçün, mən deyə yazım. Axtardığım və ərləyin birincisi bir Burasını söyleyeyim. My find index. Hə, deyin yazım. Atarsan. Aha. Əgər verdiyim şərtə uyğun gəlirsə, indeksi qaytarsın. Aha. Əvvəl callback-lə yoxlamalı deyiləmmi? Əvvəl qalını yoxlamalısın. Bu true'dursa, nəyi qaytarım? Index. Return array. Yox. Yeni Array. Sadəcə i, aysa. Əks təqdirdə bəs? Aysa, return -1. Bitdi. Bunun kapotunun altı budur. Zaten bunun bu dəqiqə bunu sərbəst şəkildə yaza bilirsinizsə, məntiqini tutmuşsunuz. Bundan sonraki sadəcə dilə adaptasiyadır. Ki, bu metodları rahat istifadə eləyəsiniz. Yaxşı, gedək başqa bir metoddan istifadə eləyək. Bir dəqiqə var. Okay. Sizə bir dənə şəkil göstərəcəm. Baxın, bu şəkillər sizə hər şeyi göstərir zaten. Bunlara baxın bir dənə. Hə. Baya bu şəkil hər şeyi ifadə edir bizə. Array'in sum metodu aralarından biri kvadratdırsa, yəni bunlar rəqəm kimi düşünün, deyək ki, bu 1, 2, 3, 4, 5-dir. Deyir, əgər aysa true, every, hamısı reduce-u sizə izah eləyəcəm, bu biraz qarmaşıqdır. Hər hansı bir riyazi əməliyyata görə Yox, sadəcə deyil. Qruplaşdırmaq üçün istifadə olunur. o da bir riyazi əməliyyat deyil. Yox, misal üçün obyektlərdən ibarət array'im var.
sən bu obyektlərdən ibarət array-in maaşı 2000-dən yuxarı olanlarını ad və maaş formasında çıxart. Orada da istifadə edirik. Yəni, bunu da custom yazaram, şeyini görərsiniz ki, əslində necə işləyir. Sonra, misal üçün fill neyini gedir, verilən indeksdən sonrasını bununla doldurur. Heç vaxt istifadə eləməmişəm. Yəni, lazım olmayıb, gərəksiz bir funksiyadır, çox da vacib deyil. Find neyini tapırsa elementin özünü qaytarır. Filter neyini, bax kvadrata deyib filter. Ancaq kvadratları çıxardır. Map neyini dəyişdirir, yeni bir array kimi qaytarır. Amma buradakılar da hamısı deyil, yəni bundan daha çox əslində array metodları. Sadəcə sizə göstərdiklərimi mütləq bilin. Find, filter, map, find index, for each. For each ilə map'in fərqi nə oldu? Ay sağ. For each sadəcə elə bir ki for'da gedirik bunu icra edirik ona vəsiyo. Heç nə return yoxdur for each'in. Yəni zaten mənbə koduna bir növ baxsaq, return yoxdur. Map'in isə return'ü var. Okay, gelin.